Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur. Qiyamətə yaxın bir zamanda sizin qadınlarınız bütün sərhədləri aşacaqlar. Açıq-aşkar Allahın əmrlərinə qarşı gələcəklər. Heç bir hədd-hüdud qorumayacaqlar. Və o zamanda necə ki dəniz suyu səviyyəsi aşdıqda tsunami, fəlakət baş verirsə, eyni müsibət də sizin başınıza gələcək. İkincisi, sizin gəncləriniz günahları açıq-aşkar edəcəklər. Utanmadan, heç kəsdən qorxmadan, çəkinmədən. Vallahi bugün sosial şəbəkələr də elə insanlar üçün öz tüfeyli həyatlarını dünyanın gözünə soxa bilmək üçün əlverişli bir vasitədir. Və üçüncüsü, siz hamınız, ümmət olaraq din üçün ən xırda səy göstərməkdən uzaqlaşacaqsınız. Yəni iş üçün, mal üçün, təhsil üçün ömrünüzü xərcləyəcəksiniz. Lakin mövzu dinə gələndə cürbəcür şeyxlərdən fətvalar axtaracaqsınız. Deyəcəksiniz, bu çox ağır olmadımı? Bu çox çətin deyilmi? Hər kəsin də öz vəziyyətinə bəraət qazandıran fətvalar verən şeyxləri olacaq. Və əgər kimsə də Allah üçün nə isə versə və ya etsə, hər kəs ona şuursuz kimi baxacaq. Vay yazıq onun ailə uşağının boğazından kəsib Allah üçün xərcləyir. Məyər Allahın buna ehtiyacı mı var? Yazığın ağlı uçub. Ümumiyyətlə ümmət Allah Sübhane və Teala'nın razılığını qazanmaq üçün heç bir şey etməyəcək. Bu üç əlaməti eşidəndə səhabələr şoka düşdülər. O zaman Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, bunlardan daha dəhşətlisi də olacaq. O olacaq ki, siz insanları xeyrə dəvət etməyəcəksiniz, pisliklərdən də çəkindirməyəcəksiniz. İş o yerə gələcək ki, şimal cənub olacaq, cənub da şimal olacaq. Düz səhv olacaq, batil isə düz olacaq. Və ümmət o səviyyəyə düşəcək ki, əxlaqsızlıq artıq normallaşacaq.